Herkese hamısı kanalıma videoma hoş geldiniz. Ben yeni bir videoyla karşınızdayım. Videoyu keçən kanala destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır. Həmçinin sizləri səhmlər və kriptovalyutalar haqqında, fond bazarları haqqında mütəmadi olaraq məlumatlandırıram dostlar. Hər birinizi gözləyirəm. Link aşağıda olacaq. Həmçinin müzakirə qrupumuz da var. Bu əsas kanala gələrək bu müzakirə qrupunun linkini vuraraq burada da sualınız, təklifiniz və yaxud hər hansısa bir istəyiniz olarsa müzakirə qrupunda bunları müzakirə edə bilərik dostlar. Gəlin videoyu keçək. Bugünkü videoda dostlar sizlərlə yeni bir ETF haqqında danışacağım. Bildiyimiz üzrə dünyamızda hal-hazırda böyük münaqişələr baş verir. Məsələn, Rusiya-Ukrayna müharibəsi, ABŞ-İran münaqişəsi, yaxın şərqdə olan müharibələr və yaxud Sudanda olan müharibələr və s. Bu baş verən hadisələr nəticəsində fond bazarlarında bizim diqqətimizi hansı şirkətlər çəkir? Təbii olaraq müdafiə şirkətləri, silah istehsalı, yeni texnologiya silah istehsalı edən şirkətlər, həm aerokosmik silah istehsalı şirkətləri, avadanlıq, sursat istehsalı şirkətləri, həmçinin böyük müdafiə şirkətləri bizim diqqətimizi çəkir. Və biz buna uzun müddətli olaraq ETF şəklində, yəni bir səbət şəklində yatırım edə bilərik bu şirkətlərə. Niyə yatırım etməliyik bu şirkətlərə? Bu şirkətlər bizim portföyümüzdə bir alternativ yaradacaq. Məsəl üçün Nasdaq, S&P 500, Dow Jones endeksləri düşəndə bu münaqişələr nəticəsində məsəl üçün düşsə, tutaq ki, sabah ABŞ məsəl üçün İranla müharibəyə başladı. Bu məsələni deyirəm. Bu zaman Dow Jones kimi, Nasdaq kimi, S&P 500 kimi böyük şirkətlər bu müharibəyə görə qorxu ilə, təlaşla düşə bilərlər, satışa keçə bilərlər. Lakin bunun əksi olaraq müdafiə şirkətlərində daha çox sifariş gəldiyinə görə, daha çox istehsal edildiyinə görə tələbat bura keçir və nəticədə bizim investisiyamız bir tərəfdən düşəndə, o birisi tərəfdən bunlar lazımi olaraq balanslaşdırılır və bizim ümumi portföyümüz demək olar zərər etmir dostlar. Yəni məqsədimiz budur, portföy müdafiəsini təmin etmək, müdafiə şirkətlərinə yatırım eləyərək. Yəni bunu bir zarafatcasına belə deyim ki, başa düşə bilərsiniz. Hansı müdafiə ETF-nə məsləhət görürəm? Gəlin bunun adını ilk öncə açıqlayaq. Global X Defense Tech ETF-i. Niyə bu şirkəti məsləhət görürəm dostlar? Bu şirkəti məsləhət görməyimin əsas səbəbi budur ki, deməli bu ETF-də yeni texnologiya, silah istehsalı, sursat istehsalı şirkətlərinə önəm verilir. Bu ETF-i seçməkdə əsas səbəbim, əsas məqsədim budur ki, dostlar, bu ETF-də yeni texnologiya şirkətləri toplaşır. Burada məsələn holdinglər bölümündə gəlib, burada hansı şirkətlər olduğunu görə bilərik. Lockheed Martin Corporation ABŞ-ın ən böyük silah istehsalı, sursat istehsalı şirkəti. RTX Corporation böyük yeni texnologiyalardan əsasında silah, sursat istehsalı, həmçinin aerokosmik cihaz istehsalı edən şirkətdir. General Dynamics Corporation, Retail Age, Palantir Technology ABŞ hökuməti ilə müdafiə müqavilələri imzalamış şirkətdir. Northrop Grumman Corporation, Laris Technologies, Bell Systems. Bu adı ilə Bell Systems sanki Birləşmiş Ərəb Əmirliklərinə oxşuyur. London Stock birjasında, London səhm birjasında listing olunur. Bəlkə də Ərəb Əmirliklərinə aid bir şirkətdir, ancaq London birjasında listing olunur. Ola bilər bu. Tam araşdırmamışam. Yəni ümumi olaraq ETF-i ümumi dəyərləndirmə etmişəm. Amma təbii olaraq buradakı şirkətlər çox yaxşı şirkətlərdir həqiqətən. Yəni dostlar, portföyümüzü deməli diversifikasiya etmək üçün, yəni təhlükəsizliyini təmin etmək üçün bu ETF-ə yatırımı sizlərə məsləhət görürəm. Yatırım etmək və yaxud etmək sizin qərarınızdır. Bu heç bunu qabaqcadan deyim. Yəni investisiya etmək, zərər və yaxud gəlirlər yalnız sizə aiddir. Həmçinin mənim öz zərər və ya gəlirlərim yalnız mənə aiddir. Mən sadəcə araşdırdığım ETF-lər və səhmlər haqqında sizlərə məlumat verməyi özlərimə götürürəm. Məsələn, burada baxırıq ki, bir il ərzində 73% qazandırır. Bizə nə lazımdır dostlar? İnvestora əsasən və uzun müddətli və orta müddətli traderə, əsasən səhm traderinə nə lazımdır? İnflyasiyadan daha yüksək məbləğ qazanmaq. Azərbaycanda inflyasiya ortalama 15% götürsək, məsəl üçün ümumi qida inflyasiyasından söhbət gedir. 15-20% maksimum götürsək, ortalama biz 73% bundan pul qazanırıqsa, buna da şükür olsun və nəticədə pulumuzu qoruyub və gəlir qazanmış oluruq. Bizə bundan artıq bir şey lazım deyil təbii olaraq. Gördüyünüz kimi 4 milyarddan çox fon axını var, həmçinin 7 milyarddan çox deməli varlıq aktivləri var bu ETF-in. Belə dostlar, təməttü də verir, yəni dividend, Azərbaycanca dividend verir. Dividend yəni rubli olaraq və yaxud illik olaraq bir faizdir dostlar. İllik olaraq əsasən olur, faiz verir 0,36. Bu elə də vacib deyil. Əsas odur ki, portföyümüz diversifikasiya olunur və biz bu ETF gördüyünüz kimi 2025-ci görünə baxıram, 2023-də başlayıb fəaliyyətə. Bu dividend sayəsində yeni texnologiya şirkətlərinin əsasən müdafiə sənayesində, yəni nə vaxt ki istehsal aşağı düşür, müharibələr yüksəlir, bu zaman yenə də qazanmış oluruq dostlar. Yəni
texniki baxımdan və fundamental baxımdan ən düzgün ETF, müdafiə ETF-i mənə görə budur. Düz başqa ETF-lər də var təbii olaraq. Başqa deməli müdafiə ETF-ləri də var, lakin onlar daha çox köhnə şirkətləri və ənənəvi şirkətləri deməli saxladıqlarına görə, yəni holding etdiklərinə görə portföy tərkibində. Ona görə də mən sizə əsasən bunları məsləhət görürəm ki, bu yeni texnologiya ETF-i sizlərə daha çox qazandıracaq. Yadınızda saxlayın, bu dünyada texnologiyadan çox insana xeyir verəcək bir şey yoxdur. Həmçinin ziyan verəcək də bir şey yoxdur. Lakin xeyirləri daha çoxdur, ziyanları isə həmişə insanın özü yaradır. Bu günlük bu qədər dostlar. Videomu bəyəndinizsə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.